Hörmətli boşanan şəxslər, yəqin ki, heç birimiz boşanmaq istəmirik, amma olur da indi birdən hüquqi məsələlər və s. Hüquq AI burada sizin işinizə yarayacaq. Necə? Deməli, daxil oluruq yenə sayta, huquqai.com saytına. Aşağı gəlirsiniz. Burada hüquqi chatbot var. Bura daxil olursunuz və yazırsınız. Boşanıram. Nə edim? Misal üçün də. Bunu yazılı şəkildə edirsiniz, səsli formada da ata bilərsiniz. Cavab gəlir sizə. Salam. Boşanma prosesi ilə bağlı sualınız olduğunu başa düşürəm. Bu həyatda çətin bir dövr ola bilər. Lakin Azərbaycan qanunverici bu prosesi tənzimləyən müəyyən qaydalar təqdim edir və ardıncan yolları göstərir. Ailə Məcəlləsinin maddələri və s. Yəni gedib qonşudan, ondan bundan soruşana qədər girirsən bura 5 dəqiqənin içərisində sənə bütün məlumatları verir. Oldu birdən sual yaranır ki, nə qədər aliment düşür? Bu da alimentin miqdarı ilə bağlı sənə məlumatlar göndərir. Bir uşağa görə valideyn qazancının başqa gəlirlərinin 1/4 hissəsi, 2 uşağa görə nə qədər, 3 uşağa görə və s. belə. Siz nəyi izah eləməyə çalışıram? Dildən dilə, qonşudan, qohum-əqrabadan öyrənə-öyrənə yaxşı informasiya əldə edə bilmirik. Hüquq AI imkan yaradır ki, sən öz problemini hüquqi və mədəni çərçivədə həll edə biləsən. Daxil olursan, bütün məlumatlar burada da oxuyursan və inanıram ki, hər şey sənin üçün yaxşı olacaq. Huquqai.com-a daxil ol, bütün məlumatlarla tanış ol.